Salam dostlar. Bu dəfə Avropanın incisi sayılan Viyanadayıq. Tarixi saraylar, möhtəşəm memarlıq və əlbəttə ki, dadlı yeməklər. Hər biri bu videoda sizi gözləyir. Xoş izləmələr. Metro xətti həm yerin altından keçir, həm də ki, yerin üstündən. Dostlar, onu deyim ki, Viyanada nəqliyyat vasitəsi çox yaxşı işləyir mənim fikrimcə. Çünki biz gecə çatdıq, gecə saat 4 idi və avtobuslar, metro hər biri işləyirdi. Avtobus, metro, tramvay hər biri bir-birindən əlaqəli şəkildə qurulubdu. Yəni birindən düşəndə həmən birinə minmək olur. Biletlər də müxtəlifdir. Məsələn, burada aylıq biletlər var, günlük biletlər var. Viyana gəzintimiz zamanı yolumuz bu maraqlı restorana düşdü. İçəri girən kimi klassik Avropa memarlığının izlərini hiss etmək olur. Hər detalında zəriflik və bir tarixi ab-hava var. Bu restoran Viyananın ən qədim tarixi məkanlarından biri olan Schönbrunn sarayının düz qarşısında yerləşir. Gələk ən sevdiyim hissəyə, dadlı şirniyyatlara. Bu restoranın həm də çox gözəl dadlı təyyarları var. Şirniyyatların dadı həqiqətən də mükəmməldir. Restorandan çıxan kimi arxa mənzərədə saray çox gözəl görünür və burada qəşəng şəkil çəkdirmək olur. Bu sarayı görmək üçün o qədər səbirsizliklə gözləmişdim. Hər zaman şəkillərinə, filmlərinə baxıb heyran qalırdım. İndi isə buradayam, sarayın düz qarşısındayam. Sarayın həyəti və memarlığı o qədər təsirlidir ki, oradakı görüntüləri artıq Instagramda paylaşmışam. Hələ baxmayıbsınızsa mütləq göz atın. Sarayın içərisində saraya aid, krallığa aid, özəlliklə də Sisiyə aid çox maraqlı əşyalar satılırdı. Daha sonra yolumuz məşhur Stad Parka düşdü. Yaşıl təbiət, geniş gəzinti yolları, təmiz havası ilə bura istirahət üçün əla məkandır. Burada sadəcə gəzmək belə insanı rahatladır. Bura 1862-ci ildə açılıb və Viyananın ilk ictimai parkı sayılır. Bu park imperiya dövründən qalma klassik üslubu ilə seçilir. İllərdir həm yerli sakinlərin, həm də turistlərin sevdiyi istirahət məkanlarından biridir. Buradakı heykallar isə Avstriyanın mədəni irsini əks etdirir. Parkda məşhur musiqiçilərin və sənət adamlarının heykalı yerləşir və siz musiqiçilərin heykallarının qarşısında rəqs edən insanlar görə bilərsiniz. Viyananın hər küçəsi, hər yolu ayrıca bir tarixə və ayrıca bir detallara məxsusdur. Tarixi binalar, klassik Avropa üslubu və müasir həyat bir-birinə qarışıb. Hər küçədə şəhəri, mədəniyyəti və tarixi hiss edirsən. Viyana təkcə sarayları ilə deyil, gündəlik həyatı ilə, küçələri ilə, binaları ilə də insanı valeh edir. Bəzən sadəcə başını qaldırıb binalara baxmaq kifayət edir ki, sənətə və tarixə heyran olasan. Tarixi yollarda addımlayaraq növbəti dayanacağımız yerə ən gözəl yerlərdən biri olan Sisi muzeyinə gedirik. Küçələr sadəcə yol deyil, hər addımda tarixin izi var. Və nəhayət gəlib çatdıq Sisi muzeyinə. Burada Avstriyanın məşhur imperatriçası Elizabetin, yəni Sisinin həyatı ilə tanış olmaq mümkün olacaq. Burada Sisiyə aid məşhur geyimlər, məktublar, portretlər sərgilənir. Və qeyd edim ki, o məktubların hər birini Sisi özü yazıbdı. Onun zərif zövqü və qeyri-adi həyatı hər küncdə özünü göstərir. Bunların hər biri barəsində Instagramda paylaşmışam. Muzeydən çıxanda qarşımıza sarayın geniş həyəti açılır. Ətrafdakı binalar və klassik Avstriya memarlığı göstərir ki, burası sadəcə bir saray deyil, tam bir tarix mərkəzidir. Burada gəzərkən sanki bir anlıq keçmişin içində addımlayırsan. İllər öncə burada krallar, imperatorlar, aristokratlar və hətta Sisinin özü dolaşıb. Viyana mənə tarixlə bu günü bir anda yaşatdı. Hər küçəsində, hər sarayında, hər parkında ayrı bir ruh var. Oranı gəzmək, kəşf etmək mənə çox xoş oldu. Ümid edirəm bu vlog sizə də maraqlı gəldi. Bəlkə də gələcək səfərləriniz üçün ilham oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Yeni videolarda görüşənədək. Hələlik!